Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz siyasəti regionda maraqlı mənzərə yaradıb. Əvvəla onu başa düşmək lazımdır ki, ABŞ-nin Cənubi Qafqaz siyasətinin mərkəzində təkcə Rusiya və İranın regional təsirlərini azaltmaq dayanmır. Burada əsas məqsəd regional tranzit layihələrinə, xüsusilə orta dəhlizə nəzarəti ələ keçirmək və bu layihədə əsas söz sahibi olan xarici qüvvəyə çevrilməkdir. Xüsusilə son bir ildə ABŞ-nin Cənubi Qafqaz siyasəti temp qazanıb. Bunun məntiqi nəticəsi kimi bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü reallaşdı və sülh müqaviləsi paraflandı. Bu mühüm tarixi hadisə kimi yadda qaldı. Həmçinin Ermənistan və ABŞ arasında Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılıq da əhəmiyyətli hadisədir. Bütün bunlar göstərir ki, proseslərin regional iştirakçıları Azərbaycan və Ermənistan ABŞ-nin Cənubi Qafqaz siyasətinə etiraz etmirlər, əksinə dəstək olurlar. Təbii ki, ABŞ-nin regiona gəlişi yeni imkanlar da yaradır. Xüsusilə iqtisadi sferada Cənubi Qafqaz dövlətləri üçün yeni yollar açılır. Bununla birlikdə yeni risklər də ortaya çıxmaqdadır. Məsələn, Azərbaycan keçmiş müttəfiqləri, əsasən Rusiya ilə Qərb arasında seçim etmək məcburiyyətindədir. Bu günə qədər xarici siyasətdə balanslı gedişlər edən rəsmi Bakı artıq elə bir mərhələyə qədəm qoyub ki, burada tərəfini aydın şəkildə bəlli etmək tələb olunur. Bu isə diplomatik sferada Azərbaycanı Rusiya ilə üz-üzə qoya bilər. Arxada qalan bir il ərzində Bakı və Moskva arasında siyasi qarşıdurmaların şahidi olmuşuq. Azərbaycanın şimal qonşusu ilə münasibətlərdə sərgilədiyi mövqe onu deməyə əsas verir ki, Bakı Kremli Cənubi Qafqazdan uzaqlaşdırmaqda qərarlıdır. Başqa sözlə, Bakı artıq seçimini edib və ABŞ-nin Cənubi Qafqaza gəlməsini dəstəkləyir. Hətta Ukrayna-Rusiya müharibəsi kontekstində bəzi hallarda Ukraynaya açıq dəstəyin ifadə olunması da ciddi faktdır. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətləri birdən-birə kəsib atmayacaq, lakin ələ düşən hər fürsətdən münasibətləri soyutmaq və regionu Rusiya təsirlərindən xilas etmək məqsədi ilə istifadə edəcək.